Alternativ yol körpünün sol tərəfində təxminən 50 metr aralıqda salınır. Yolun qısa müddətdə istifadəyə verilməsi üçün ötən gün əraziyə 30-a yaxın ağır texnika və 50-yə də işçi qüvvəsi cəlb olunub. Bugün səhər saatlarından isə yolun çəkilişinə başlanılıb. Əlavə olaraq bu saat balkalar gəlir bizə. 16 metr balkalar atacaq çay üzərində. Biz gəlir. Onun üçün də artıq bu tərəf Qubata istiqamətində yolun giriş hissəsində açırıq. Oradan ağır texnikalarına salmaq üçün. Sonra yerdə burada rigerləri atıp balkaların üzerinde keçirib. Bugün inşallah onun betonu vermeye çalışacağız. Bugün onu inşallah qutara biləriksə, sabah buradan yol açmış oluruz. Körpü uçan zaman ərazidən keçən qaz xətti də sıradan çıxıb ki, nəticədə ötən gündən Qubanın 5 yaşayış məntəqəsi mavi yanacaqsız qalıb. Hazırda həmin qaz xəttinin bərpası istiqamətində də tədbirlər görülür. Alternativ yol hazır olandan sonra qayıqların üstündən biz gərək qaz kəmərini aparaq, həmin kəndləri qazla təmin edək. Uçan Qaraçay körpüsü isə sökülür. Söküntü işləri tam başa çatdıqdan sonra yeni körpünün inşasına başlanılacaq. Günel Hüseynova, Yusif Mahmudov, Ceyhun Vəlibəyov, Lider TV, Quba.